Sizə xəmir əvəzinə makaronla hazırlanmış pizzanı tuna dadı ilə birləşdirən yaradıcı bir resept təqdim edirik. Bugün sizin üçün tunalı pizza makaronu hazırlayırıq. Reseptimizə qaba 1 xörək qaşığı ketçup qoymaqla başlayırıq. 1 xörək qaşığı tomat pastası əlavə edirik. Qabın içinə 2 diş sarımsağı sürtkəçdən keçiririk. 2 xörək qaşığı zeytun yağı əlavə edirik. 1 xörək qaşığı kəklik otu əlavə edirik və yaxşıca qarışdırırıq. 1 çay qaşığı duz və 1 çay qaşığı qara istiotla dadlandırırıq. Sousu yarım stəkan su ilə durulaşdırırıq. Makaronun qaynar suyuna 3 çay qaşığı duz əlavə edirik. Yarım paket bamya makaronunu qaynar suya əlavə edirik və bişməsini gözləyirik. Qarışdırırıq. 1 soğanı yarım halqa dilimlərə doğrayırıq. Bir qırmızı balqar bibərinin saplağını və toxumlarını çıxarırıq. Qırmızı balqar bibərini jülyen doğrayırıq. 80 qram zeytunun çəyirdəyini bıçaqla çıxarırıq. Zeytunları xırda-xırda doğrayırıq. 200 qram çedar pendirini qaba sürtkəçdən keçiririk. Makaronumuz təxminən 10 dəqiqəyə suyunu çəkdi. Onu bişirmə qabına qoyuruq. Pizza sousumuzu üzərinə tökürük. Üzərinə sürtkəçdən keçirilmiş çedar pendirini yayırıq. Üzərinə 200 qram tuna balığı yayırıq. Soğanları qat-qat düzürük. Qırmızı balqar bibərlərini düzürük. Pizzamızın üst hissəsini zeytun və qarğıdalı ilə bəzəyirik. Tunalı pizza makaronumuzu 200 dərəcə Selsi temperaturda sobaya qoyuruq. Təxminən 15 dəqiqə bişiririk. Pizza makaronumuz bişdi. Dilimlərə bölürük. Tunalı pizza makaronumuz süfrəyə hazırdır. İndidən nuş olsun. Sınamağımızı istədiyiniz hər hansı bir reseptiniz varsa, şərhlərdə bizimlə paylaşa bilərsiniz. Yeni və ləzzətli reseptlərimizi qaçırmamaq üçün kanalımıza abunə olmağı və bizi izləməyi unutmayın.